Salam, hər vaxtınız xeyir olsun kanalımın dəyərli izləyiciləri, əziz şagirdlər. Bugün 20 aprel 2025-ci il demək 9-cu sinif şagirdlərinə 2-ci zonaya daxil olan məktəblər üçün demək buraxılış imtahanı keçirildi. Bu buraxılış imtahanının qrammatika suallarını bundan əvvəlki videoda izahını vermişəm. İstəsəniz onlarla da tanış ola bilərsiniz. İndi isə 37-46 saylı tapşırıqları yeni ada mətni əsasında demək izahını verəcəm. Və videonu izləyirsinizsə, videonu bəyənməyi, kanala abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayın. Gəlin keçək demək izaha. Əgər sizə mətn tanış deyilsə, videonu saxlayıb mətnlə tanış olub daha sonra suallarını mənimlə yoxlaya bilərsiniz və yaxud da tanışdırsa birbaşa sualların izahına keçirəm. 37. Mətnə əsasən hansı sualları cavablandırmaq olmaz? Olmazı istəyir bizdən. Qələmi biraz nazildək. Aha. Çox nazik oldu. Aha. Demək, kənd sakinləri yeni ada haqqında necə xəbər tuturlar? Burada deyir ki, bir gəlir onlara məlumat verir. Xəbər verir ki, yaxınlıqda bir ada var ki, güllü gülüstandır, bülbül bülbülü səsləyir, gül gülü səsləyir. Ona görə də birdə yəni necə xəbər tutduğu haqqında məlumat var. Ona görə gəlin birləri çıxaq. C-ni çıxıram, D-ni çıxıram. El atası qanat düzəldən ustanı adaya göndərməyə nə vadar edir? Burada deyir ki, bir dəqiqə, gedənlərdən xəbər çıxmır. Bax, bu vadar eləyir. El ağsaqqaldan narahat olur. Qanat düzəldən ustanı çağırıb deyir ki, get onları bir qanad özünə hazırla, get onlara bax, gör nə edirlər. Demək, 2 də var. 2 də varsa 2-ləri də çıxıram buradan. Aha, demək, baxıram sonra 3-ə. Kənd sakinləri nə üçün çətin güzaran keçirir? Bu haqda bir məlumat yoxdur. Birinci abzasının elə birinci cümləsində deyir ki, çətin güzaran keçirirdilər. Amma bu barədə məlumat yoxdur ki, niyə? Ona görə 3-ü götürürəm. İnsanların yenidən öz kəndlərinə qayıda bilməməsinin səbəbi nə idi? Yeyirlər, içirlər, kökəlirlər və heç nəinki deyir ki, tərpənməyi, heç fikirləşməyi də bacarmırlar. Ona görə 4-ün, daha doğrusu 4-ü götürmürük, 4-ü çıxırıq buradan. Aha, 4-ü çıxıramsa, üstə gəl qoyuram da buna ki, bunun demək cavabı var. Nə üçün yeni adada torpaq özü adamların əvəzinə işləyirdi? Bunun bir səbəbi yox idi. Ona görə 3 ilə 5 bizim cavabımız olacaq B variantı. 38. Mətndə nöqtələrin yerinə hansı ifadələr yazılsa məzmuna xələl gəlməz deyir. Gəlməz. Bu adamlar nəinki işləməyi, hətta fikirləşməyi də yaddan çıxarıblar. Sonra unudublar. Sözləri uyğun gəlir. 1 ilə 3 cavab olacaq D variantı. 39. Əvvəlində işarə qoyulmuş ifadələrin şərhinə əsasən uyğunluğu müəyyən edin. Burada əvvəldə işarə qoyulmuş ifadələr çörəkləri daşdan çıxırmış, bir də əlləri işdən soyuyur. Əlləri işdən soyumaq, yəni işləməyə həvəsi olmamaq mənasındadır. Baxın, burada əli işdən soyub, daşdan çörək çıxarmağı, bir dəqiqə, burada baxaq görəm. İşləməyə həvəsi azalmağı yazaq, demək, əlləri işdən soyuyura. Demək, 1-ə yazdım. Zəhmətə qiymət verilməmək, bu uyğun deyil. Ümumiyyətlə 2 uyğun deyil. 2-ləri çıxıram. Aha, çıxdım. Sonra 1-ə demək kvadrat yazdım. 1-ə kvadrat hardadır? Baxaq, görək. 1-ə kvadrat elə variantındadır, amma yenə də baxaq. Görə dolanışığını, güzaranını pisləşdirmək. Kimisə güzaranını pisləşdirmək mənası yoxdur burada. Çox çətinliklə, əzab əziyyətlə pul qazanmaq, bəli. Bu çörəyi daşdan çıxarmağa uyğundur. Yəni 3 bucağa uyğundur. O da olacaq 4-ə. Ona görə də variant olacaq A variantı. Amma 5-ə də baxaq. Bir işə mane olmağa çalışmaq. Bu heç birinin mənasına uyğun deyil. 40. Hansı aforizmdə mətndəki əsas fikri əsaslandırmaq mümkündür? İnsanın vaxtından əvvəl qocaldan bir şey varsa, o da tənbəllikdir. Bəli, elə tənbəlliklərinin ucbatından olar, yəni bəziləri, bir çoxu öz vətənini tərk edir, gedir həmin adaya, hazır yeməyə. 1. 1-i götürürəm, yəni. 2. Hər böyük iş yalnız başlanğıcda çətin görünür. Xeyr, bu uyğun deyil. Yəni 2 uyğun deyil mətnin məzmunu ilə. İşləməyən dəmiri öz pası məhv edər. Bəli, bu da düzgündür. Yeyirlər, içirlər, ancaq yatırlar, dururlar, kökəlirlər, heç nəyə də tərpənə bilmirlər. Dəyərli məsləhət qızıl qiymətindədir. Yox, burada məsləhətlə bir şey yox idi. Vicdan məhkəməsi ən ali məhkəmədir. Burada da vicdanlıq bir şey yox idi. Ona görə 5-i də çıxıram, cavab qalır B variantı. 41. Uyğunsuzluğu istəyir bizdən. Görürsünüz ki, cədvəl vermişdi səbəb-nəticə hissəsində. Baxaq, kənd sakinlərinin işə olan marağının itməsi səbəb kimi verilib. Nəticədə el atası ustaya qanat sifariş edir. Demək, kənd sakinləri, bəli, el atası ustaya qanat sifarişi. Bu düzgündür. Səbəb də nəticə hissəsi də düzgündür. A-nı, D-ni, Y-ni çıxaq. Yeni adada ki, xoşbəxt həyat ustanı cəlb eləyir. Əslində xeyr, ustanı cəlb eləmir o həyat. Yəni, sakinləri cəlb edir. Ona görə yanlışdır bu. 2-ni götürürəm. Zəhmətsiz həyat insanları tanınmaz hala salır. Nəticədə adaya gələn usta təəccüblənir. Bəli, bu var idi həqiqətən də. Çünki deyir ki, usta adaya gələndə gördüklərini heyrət edir. Təəccüblənir həqiqətən də. Ona görə də 3 düzgündür.
4. İnsanlar get-gedə işləməyə maraqlarını itirirlər. El atası onları kəndə saxlamaq üçün çıxış yolu axtarır. Belə bir şey yox idi, gördüyünüz kimi. 5-də gəlmə yeni ada haqqında məlumat verir. Nəticədə bütün sakinlər birdəfəlik tərk edirlər kəndi. Bütün sakinlər yox, bir çoxu tərk edir. Yəni bir çoxu da qalır ki, elimizi obamızı atmayaq. Ona görə burada olacaq 2 götürəcəm, 3, 4 götürəcəm, bir də 5. 2, 4, 5 cavab olur B variantı. 42. Mətnə əsasən hansı fikirləri təsdiq etmək mümkündür? Kənd sakinləri xəstəliyin nə olduğunu bilmirdilər. Birinci abzasda vermişdi ki, Polad kimi möhkəm idilər, çevik və azar-bezar bilməzlərmiş. Birinci abzasın sonuncu cümləsində bu haqda məlumat verir. Bir düzdür. Bir düzdürsə, demək biri götürürəm. El atası kəndin ancaq yaşlı sakinləri üçün ustaya qanat sifariş etmişdi. Xeyr, çoxlu sifariş etmişdi. Yalnız yaşlılar üçün yox. Ona görə 2 yanlışdır. 2 yanlışsa A-nı, B-ni, Y-ni çıxıram. Adanın yeni sakinləri aktiv həyat tərzi keçirirdilər. Adanın yeni sakinləri dediyi, yəni ellərini, vətənlərini qoyub gedənlər nəzərdə tutulur əslində. Aktiv deyildilər axı, ancaq yeyirdilər, yatırdılar. Ona görə D-ni çıxıram 3-ü. El atası adaya gedənlərin aqibəti ilə bağlı təlaş keçirir. Bu düzgündür. Yəni göndərir ki, ustanı ki, sən də özünə bir qanat düzəlt, get gör nə edirlər. Əksər insanlar öz ölkəsini tərk etmirlər. Bu da düzgün fikirdir, bəli. Etmirlər. C. Deyirlər ki, vətəni, eli tərk etmək yaxşı bir şey deyil. 43. Mətnə əsasən uyğun fikirləri göstərin. Doğrudur, yanlışdır hissəsi. Rahat şəraitdə yaşayan kənd sakinləri yeni ada haqqında eşidəndə tamahlarına güc gələ bilmirlər. Bəli, tamahlarına güc gələ bilmirlər, amma rahat şəraitdə yaşayan hissəsi bunun səhvdir. Bilirsiniz niyə? Çünki güzəranları onların çətin idi. Çətin keçirirdilər. Necə rahat idilər ki? Rahat deyildilər. Bir yanlışdır. Yeni adada işləməyə ehtiyacın olmaması kənd sakinlərini ora getmək istəyi yaradır. Bu düzgündür. Yanlışdır hissəsində yeni ada haqqında eşidən kimi el atası kənd adamlarının xahişini nəzərə alaraq çoxlu qanat düzəldir. Bu xahiş nəticəsində olmur yəni. Onlar xahiş eləmirlər ki, ustaya ki, daha doğrusu el atasına ki, ustadan xahiş elə ki, bizim üçün qanat düzəltsin. Bu yanlışdır. Yanlışdır. 4. Adaya gedən və insanların yeni həyat şəraiti ilə tanış olan usta onlara kömək etməkdə aciz qalır. Bu doğrudur həqiqətən də. Deyir, nəyin ki, onlar heç tərpənə, heç düşünə də bilmirlər. Ona görə bu doğrudur. Doğrudan doğrunu götürsək 2, yanlışdan da yanlışı götürsək 3 olacaq. 2-3 cavab olur C variantı. Aha, 44-cü sual. Deyir ki, mətnin əsas hissəsinə uyğun plan ardıcıllığını müəyyən edin. Adamları mətinləşdirən çətin əmək bu giriş hissəyə aid idi. Giriş hissədə deyir ki, onlar Polad kimi möhkəm idi. El atasının təlaşı bu əsas hissə idi, bəli. İnsanları yeni adaya aparan vasitə bu da əsasdır. Şirinlikləşdirici xəbər bu da. El atasının növbəti tapşırığı sonraki peşmanlıq aid deyil. Burada bu yəni verilsə belə ki, yəni peşmanlığı göstərən bir fakt yox idi ki, burada adamların geri qayıtmasına uyğun olaraq. Yəni yeyib yatmışdılar ancaq. Demək burada qoyaq, biri çıxsaq, birləri çıxaq. Aha, demək A-nı, D-ni, Y-ni çıxdıq. Qaldı 4-lər. Demək birinci 4-lə başlamalıyıq. 4-də şirinlikləşdirici xəbərdir. Bəli, gəlmə xəbər gətirir ki, belə bir ada var. 4-ü birinci qoydum. Daha sonra isə adaya aparan vasitə. Aha, 3-ü qoyacağam. Sonra 2 el atasının təlaş keçirdir və sonra da el atasının 6 növbəti tapşırıq ki, get gör nə oldular. Əvvəl təlaş keçirir, sonra deyir ki, ustaya, sən özün üçün də bir qanat düzəlt, get gör bunların axırı nə oldu. 45-46-cı tapşırıqlar bu mətndə demək vərəqdə qeyd olunduğu üçün onları da istəsəniz şərh bölməsində yazsanız izahını verərəm. Videonun izahı bu qədər.